Salam qızlar. Tarixi yazan igidlər hamısı əsrimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Müəlliməm mənə rəngləmə kağız vermişdi. Bugün anım günüdür, rənglədim. Rəngledikdən sonra bayıra çıxıb şəhidlərimizə gül qoyub, əyilib, sonra mamam məni dərsdən götürüb məni diş həkiminə aparırdı. Diş həkiminə gedəndə o qədər maraqlı idim ki, necə dişim olacaq. Sonra gördüyünüz kimi gəldim. Buranı da çox sevdim. Balıqlarını, hər yerini çox sevdim. Burada diş həkim çəkdirirdik. Sonra diş həkiminə salam verib, o qədər gözəl sevdim ki, diş həkimimi çox sevindim. Heç məni ağlatmadı, eləmədi. O qədər bu gözəl başa saldı ki, sonra dişlərimi gördüyünüz kimi burada düzəldi. Dişlərim çürük olduğu üçün gəldim ki, burada dişlərimi düzəltsin. Gördüyünüz kimi burada dişlərimi düzəltdirirəm. Özümə də baxa bilirəm. Dişlərimi də görürəm. Gördüyünüz kimi dişlərim çox pis qaralmışdı. Sonra burada da şəkil göstərir bəzən. O qara dişimdir. Qara dişimi təmizlətdi. Qara dişimi ağartdı. Sonra gözəl ağ dişim gözəldir. Sonra burada da ağ dişimin son hali budur. Sonra həkimdən çıxıb mamam məni kursa apardı. Kursa gedirəm burada. Sonra kursdan çıxıb evə gəlib günlük vlogumu yazıram. Günlüyümü göstərirəm gördüyünüz kimi. İçinə nə aid olan şeylərimi yazıram. İçinə hər gün nə qardım, nə elədim yazıram. Burada gördüyünüz kimi içinə yazıram. Bugünlük bu qədər. Mamamı like atmayı, takip etməyi unutmayın. Sağ olun.